Saz vaxtın sonlarına doğru irəliyir. Neftçi səfərdə Şamaxını 1-0 məğlub eləyir. Abbakarın qolu ilə Rüfət Abbasovdan qapı önünü ötürmə. Ribeiro buraxdı. Şaybu topa toxuna bilmədi. Həmlə Abdullah Rzoyev. Kərim Roysi daha bir zərbə. Bax bu da Kənan Pirişsi. Mandasını qoldan xilas eləyir. Ayxan Abbasov gülümsüyür. Əsəbi halda bu epizoda reaksiyası. Burada ötürmə anında Abdullah Şaybu oyundan kənar vəziyyətdə idi. Sanki gün zərbəsi Şamaxıdan. Bala topun yerisində. Şamax hücumları daha da təhlükəli olmağa başlayır. Ötürmələr gəldi. Top qapıdan keçir 1-1. Şamax hesabı bərabərləşdirir. İstediği golü 75. dəqiqədə vurur Şamaxı futbolçuları. Sezar Enrique fərqlənir. Hesab bərabərləşir. Mübarizəsi zamanı Mustafa Seke gösterdi. Bak burada. Bak burada Mustafa Seke aydanı pozdu. Sezar Enrique'ye karşı. Bunu bildirir maçın baş hakimi.